Login və parolumuzu qeyd edərək Akul tətbiqinə daxil olduqdan sonra ilk əməliyyatımız yeni məhsul əlavə etmək olacaq. Bunun üçün məhsullar başlığı altında məhsul və xidmətlər pəncərəsinə daxil oluruq. Daha sonra yeni məhsul butonuna klikləyirik. Açılan pəncərədə ilk növbədə məhsulun adını qeyd edirik. Əgər məhsulun barkodu varsa, bu bölməyə barkodu qeyd edirik. Daha sonra məhsulun qrupunu seçirik. Əgər məhsul qrupu yaratmaq istəyiriksə, plus butonuna klikləyərək yeni qrup yarada bilərik. Son olaraq məhsulun alış qiymətini və satış qiymətini qeyd edirik. Yadda saxla butonuna klikləyərək prosesi sonlandırırıq. Həmçinin yadda saxla və yarat butonuna klikləyərək mövcud məhsulu yadda saxlayıb yeni məhsulu yaratmaq üçün səhifəni yeniləyə bilərik. Bağla butonuna klikləyib məhsullar pəncərəsinə qayıtdığımız zaman artıq məhsul çeşidimizin yaradıldığını görəcəyik. Həmçinin məhsullar siyahısından məhsul çeşidinə görə alış və satış qiymətini, ambar qalığını görə bilərik.